Dostlar, hər kəsi salamlayıram. Bugün sizlərlə Konstitusiyadan maddə 94 və 95-ci maddələrin izahını verəcəm. Belə ki, 94-cü və 95-ci maddələr Milli Məclisin ümumi qaydaları və həll etdiyi məsələlərdir. Bilirsiniz, hər imtahanda, dövlət qulluğuna hazırlaşanlar bilir ki, hər imtahanda buradan bir sual ən azı düşür. Ona görə də diqqətli olursunuz. Məhz burada, belə deyək, həmin o bir və yaxud daha çox sualın cavabını burada tapa biləcəksiniz. Eləsə dostlar, başlayırıq. Mən sizə bunların fərqini deməyə. İlk olaraq nəyə başlayaq? Bax, burada mən qeyd edirəm ki, Milli Məclisin ümumi qaydaları var. Yazdıq, bura yazaq ümumi qaydalar. Uşaqlar, ümumi qaydalar nədir? Buradan da xətt çəkəcəm sizlər üçün. Daha yaxşı görməniz üçün. Bax, buradan da belə bir xətt çəkirəm. Bu hissəyə də yazıq həll etdiyi məsələlər. Həll etdiyi məsələlər. Önəmli burada məqamları sizin diqqətinizə çatdıracağım. Deməli, ilk olaraq ümumi qaydalardan danışaq. Baxın, uşaqlar, ümumi qaydalarla bağlı Milli Məclis ilk olaraq bilməliyik ki, nə qəbul eləyir? Bax, bunun üzərində yazıram. Qanun qəbul eləyir. Qanun, qərar yox. Məhz qanunu burada qəbul eləyir. Bəs bunlar nədir? Biz burada nəyə fikir verəcəyik? Baxın, burada olan məsələlər, tutalım, gömrük işidir, dövlət qulluğudur, vətəndaşların müraciətidir, referendumdur və s. bu kimi məsələlər var. Bax, bunlar ümumidir. Görürsünüz, burada bir sanki isim işlədilib. Yəni, feil yoxdur. Nədən söhbət gedir? Gəlin, bir ikisini yazaq. Məsələn, bunlara aid yaza bilərəm. Yazaq da, dövlət qulluğu yazaq. Yəni, bunun qaydalarını müəyyən eləyir. Baxın, dövlət qulluğuna siz necə hazırlaşırsınız? O qanunları qəbul eləyir də, düzdürmü? Məsələn, vətəndaşların müraciətidir, gömrük işidir, bank işidir və s. İndi bu qədər uzatmıram. Amma bir məsələni diqqətinizə çatdıracağım. Burada bir məsələ var. Bunlarla bağlı ya 63 səslə qanun qəbul edir, ya da 83 səslə. Bizə lazım olan nədir? Biz 83 səslə olanları bilsək, yerdə qalanlar 63 səslə qanun qəbul edir. İndi mən buradan qeyd eləyirəm ki, 83 səslə qəbul olan qanunları, buranı artıq silə bilərəm, məncə ehtiyac yoxdur, yəni bu ümumi qaydada. Yəni ümumi qayda deyəndə bunu da sizin nəzərinizə çatdırım. Yəni məsələn, dövlət qulluğu dedim, düzdürmü? Dövlət qulluğu ilə bağlı necə bu siz hazırlaşırsınız? Müsahibədir, test mərhələsidir. Bax, onun qaydasını qəbul eləyir. Bax, qeyd elədim qanun. İndi 83 səs yazıram, hər imtahanda düşür. 83 səslə qəbul olunan qanunlar, 83 səs qanun. Bunlara hansılar aiddir? Mütləq yadınızda saxlayın. Məsələn, bura yazıram bir referendum. Sonra Milli Məclisə seçkilər və deputatların statusu. Önəmli məsələdir bu. Deputatların statusu. Və bir də burada üçüncüyə baxacağıq. Üçüncü isə burada yenə də seçkidir, prezident seçkiləridir. Burada, bəli, prezident seçkiləridir. Sonra keçirik digərinə. Deməli, bunlarla bağlı 83 səs çoxluğu ilə qanun qəbul eləyir. Amma yerdə qalanlarla bağlı, hamısı ilə bağlı 63 səslə. Niyə 63-dür? Onu da deyim sizə. Bax, 125 deputatımız var idi, düzdür? 125 indi 2-yə böləndə qalıqla qaldı. 124 2-yə böləndə 62 eləyir. Bizdə də qanunlar səs çoxluğu ilə qəbul olunur deyə. Deyirlər, neytral olmasın da. Birdən elə bir qanun layihəsi olar ki, məsəl üçün də 62 səs olar. Birdən də elə qanun olar ki, tutalım deyirəm, 62 leyhinə olar, 62 leyhinə. O bir nəfəri, belə deyim də, ona görə qoyublar ki, 63 olsun ki, o bir nəfər qıraqda qalmasın. Bax, söhbət burada bundan gedir. İndi bunu da buradan silə bilərəm. Ehtiyac yoxdur buna. İndi Milli Məclisə baxdıq, qanun, ümumi qaydalarına baxdıq. Ümumi qaydadan əslində deyə biləcəyim bir şey yoxdur çox da. Çünki elə əsas buna baxsaz, bəsdir. 83 səsdən hansı qəbul olunur? Yerdə qalanlarda 63-dür. İndi isə həll etdiyi məsələlərə baxırıq. Həll etdiyi məsələlərlə bağlı isə qanun yox, məhz qərar qəbul eləyir. Önəmli məsələdir. Burada isə qərardır. Yəni, suallarda da o ki, aşağıdakılardan hansı Milli Məclisin qəbul etdiyi qərardır. Amma burada da bizim istisnamız var. Bax, burada yazıram istisna. Nədir istisnamız? 5 dənə məsələmiz var ki, bununla bağlı qərar yox, qanun qəbul eləyir. Baxmayaraq ki, bu həll etdiyi məsələdədir, amma bununla bağlı da qanun qəbul eləyəcək. Gəlin, bunlara bir-bir baxaq. Birincisi, Milli Məclisin işinin təşkili var. Yəni, birinci, ikinci söhbəti yoxdur burada, ümumiyyətcə deyirəm.
Yadıma düşdükcə deyəcəm. İnzibati ərazi bölgüsü var. Bu da önəmli məsələdir. Daha sonra hansı var? Prezidentin təqdimatı ilə diplomatik nümayəndəliklərin təsis edilməsi var. Daha sonra burada hansı var? Prezidentin yenə təqdimatı ilə dövlət büdcəsinin dövlət büdcəsinin təsdiqi və icrasına nəzarət, belə dövlət büdcəsi yazıram. Və bir də hansı qaldı? Fikirləşim. İnzibati ərazi bölgüsü, Milli Məclisin ikinci təşkili. Bir də 5-ci də var. Dövlətlərarası və belə deyək, hökumətlərarası Azərbaycan qanunlarından fərqli qaydalar tutmayan hökumətlərarası müqavilələrin təsdiqi və ləğvi. Sadəcə buraya yazıram dövlətlərarası. Hökumətlərarasını yazmıram, müqavilələrin təsdiqi və ləğvi. Təsdiq və ləğvi. Uşaqlar, bura mütləq şəkildə baxırsınız. Niyə? Bax, bu 5 məsələ ilə bağlı həll etdiyi məsələdə olsa, bununla bağlı qanun qəbul eləyir. Önəmli məsələdə düşür. Hər testdə də bu düşür sizi çaşdırmaq üçün. Ən belə deyim, çətin hissəsi buradır. Buranı bildinizsə, demək olar ki, yazacaqsınız imtahanda. Bu öz yerində. Yenə təkrar deyirəm, sonra keçəcəm digər hissəsinə. Demək istədiyim odur ki, baxmayaraq ki, həll etdiyi məsələnin içərisindədir, bununla bağlı qərar yox, qanun qəbul eləyir. İndi keçirik digər məsələyə. Bunu da elə bura qoya bilərəm. Düşdü bizim silgimizdə. Deməli, həll etdiyi məsələlərdə nələr var? Baxın, prezidentin Milli Məclisin razılığını alır. Bu nədə razılıq verir? Bir yazaq. Prezident, belə deyək, baş prokuroru vəzifəyə təyin eləyir. Baş prokuror. Həm vəzifəyə təyin, həm də azad ediləndə Milli Məclisin razılığını alır. Birinci məsələ budur. İkinci məsələ baş nazirin vəzifəyə təyin olunması. Prezident baş naziri də vəzifəyə təyin eləyəndə Milli Məclisdən razılıq alır baş nazirin vəzifəyə təyini. Amma diqqətli olun, azad eləyəndə mən yazmadım, düzdürmü? Sadəcə mən yazdım ki, baş naziri vəzifəyə təyin edəndə. Üçüncü məsələ nədir? Razılıqla bağlı müharibə və sülh elan edilməsinə razılıq verir. Müharibə və sülh. Dördüncü hansıdır? Nədir? Silahlı qüvvələrin təyinatı ilə bağlı olmayan məsələlərə razılıq verilməsi. İndi bu nə deməkdir? Gəlin bunun izahını da vereyim. Olmayan məsələ nədir? Məsələn, silahlı qüvvələrin əsas təyinatı nədir? Ölkənin müdafiəsini gücləndirmək, təhlükəsizliyini qorumaq, müdafiəsini təşkil etmək və s. İndi elə bilin ki, ölkədə bir dənə tədbir keçirilir. O tədbirdə, belə deyim, bizim ehtiyatımız çatmır ki, oranın təhlükəsizliyi qorunsun. Ona görə silahlı qüvvələrin axı təyinatı deyil, təyinatı ölkənin təhlükəsizliyini qorumaqdır, ümumi. Bax, onları həmin o məsələyə cəlb olunmasına razılıq alır. Və yaxud da fikirləşin ki, fövqəladə bir hal baş verib, məsələn, sel daşqınıdır və s. Silahlı qüvvələrin işi vətənin müdafiəsində durmaqdır. Həmin işlə Fövqəladə Hallar Nazirliyi məşğul olur, düzdür, və yaxud Daxili İşlər Nazirliyi. Bax, o zaman əgər çatışmırsa, belə deyim, orada kadr ehtiyatı, o zaman bax, bununla bağlı razılıq alır ki, silahlı qüvvələr təyinatından kənar işlədəcəyik biz. Söhbət burada bundan gedir. Bu da razılıq məsələsi. Digər məsələlərə baxaq, görək nədən baxaq. Təyin edilmə məsələsi. Baxın, təyin edir kimləri? Mərkəzi Bankın İdarə heyətinin üzvlərini vəzifəyə təyin və vəzifədən azad edir. Daha sonra Konstitusiya Məhkəməsidir, Ali Məhkəmədir və bir də Apellyasiya Məhkəməsi hakimlərinin vəzifəyə təyin olunması məsələsi var. Bu da Milli Məclisin səlahiyyətindədir. Baxın, yuxarı instansiya məhkəmələrdir. Daha sonra burada nələr var? Ombudsmanın seçilməsi var. Seçilmə məsələsində həmişə də bu sığınışır kimi yazıram. Bu artıq olacaq ombudsmanın seçilməsi 83 səsdən olur, istəsəz yadınızda saxlayın və prezidentin impeachment qaydada vəzifədən kənarlaşdırılması. Bu isə 95 səs çoxluğu ilə olur. Bu belə, daha sonra bunun həll etdiyi məsələlər arasında var, amnistiya var, bilirsiniz, biz keçmişdik ilk dərslərimizdəki biz amnistiya referendum yolu ilə həll olmayan məsələ idi. Bələdiyyə hesabatlarının dinlənilməsi məsələsi var. Bir sıra, məsələn, qanunla müəyyən edilmiş qaydada hallarda belə deyim, prezident fərmanlarının təsdiqi var və bu kimi məsələlər var ki, bunlar Milli Məclisin həll etdiyi məsələlərdir. Bax, əsas məsələləri sizin diqqətinizə çatdırdım. Bir də yekunlaşdıraq. Bununla bunun fərqində dediyim kimi bu qanun qəbul edir. Burada qərardır. Bu qərarın içərisindən 5 dənəsi qanun idi. Bunu yadınızda saxlayırsınız. Hansı hallarda razılıq verir? Budur.
təyin olunma məsələsində dedim. Uşaqlar, bir də bir məsələni deyim. Bax, gördüyünüz kimi deyirəm ki, diplomatik nümayəndə işlərin təsis edilməsi. Görürsüz, feil işlənib sonda. Amma bu birində isə ümumi qaydalarda isim var. Yəni söhbət nədən gedir? Məsələn, yenə deyirəm, dövlət qulluğu və yaxud da ki, vətəndaşların müraciəti, gömrük işi, bank işi, ticarət işi, bax görürsüz isimdir. Yəni onlar da gördünüz, bilin ki, bu ümumi qaydadır. Burada bizim bir dənə istisnamız vardır. Cinayətlərə görə məsuliyyətin təyin edilməsi. Bax o ümumi qaydadadır. Birdən o fikirləşərsiniz ki, feil olduğuna görə o da burada həll etdiyi məsələdir. Xeyr. Və burada da həll etdiyi məsələlərin içərisində bir də amnistiya var ki, bu amnistiyada görürsüz isim olsa da bu da həll etdiyi məsələdədir. Bax bunu da yadınızda saxlayın ki, istisna kimi düşə bilər. İstisna dediyim nədir? Yəni isimdir, ümumi qayda deyil, həll etdiyi məsələdir. Bax belə amnistiyada nə olduğunu demişdim sizlərə. Uşaqlar, ümid edirəm ki, bugünkü bizim mövzumuz sizə imtahanda kömək olacaq. Hər imtahanda da bundan sual düşür. Bax belə kanalıma abunə olun, videomu bəyənin ki, dövlət qulluğuna hazırlaşan şəxslərə əl çatan olsun və onu da sonda deyim ki, dövlət qulluğu net saytına daxil olaraq istədiyiniz məlumatı oradan əldə edə bilərsiniz. Sağ olun.